Salam, hər vaxtınız xeyir olsun dostlar. Sosial medialarda olan dostlarım, dövlətimiz və xalqımız, Azərbaycanımız, Türkiyəmiz var olasınız. Bugün çox ağır bir kədərli dərddir. Sentyabr ayının 27-si şəhidlərimizin 44 günlük müharibəmizdə şəhid olan, 44 günlük müharibəmizin qaliblərində şəhid olan şəhidlərimizin anım günüdür. Allah bütün şəhidlərimizi rəhmət eylesin. İstər 1992-93-cü ildə aprel döyüşlərində, 44 günlük müharibəmizdə, sentyabr döyüşlərində şəhid olan şəhidlərin Allah hər birinə rəhmət eləsin. Çox ağır dərddir. Allah heç bir evi övladsız, əmisiz, dayısız, əmi olsuz, dayı olsuz, xalı olsuz, biri olsuz etməsin, atasız etməsin. Çox ağır dərddir. Mənim də atam 44 günlük müharibələrimiz başlayan dövrdə